biz içimizdəki niyyətlərimizi, ruhumuzu sağlam tutmalıyıq ki, istədiyimiz hədəflərə çata bilir. Dünyadakı uğurlu insanlara baxın. Yəni, onlar hamısı çalışmış, vuruşmuş, çətinliklərdən keçmiş. Hər kəsin həyatında bu kimi proseslər olur, olmalıdır. Və əslində baxanda bizi xoşbəxt edən şey də əslində bu da yəni, savaşımız, verdiyimiz mücadilədir. Mücadilən varsa sən xoşbəxtsin. Bu günlərim Tanrı sənə hər şey verir, inan ki deyirəm. O qədər gözəl şeylər var ki həyatda, yaşayası, başa düşəsi, anlayası. Yəni, tək lazım olan şey həyata gözəl baxmağa bacarmaq lazımdır. Bir işdə əgər uğur əldə eləməlisənsə, istəyirsənsə, mücadilən olmalıdır. Fərqi yoxdur, sən hansı işdə çalışırsan. Rəssam ola bilərsən, satıcı ola bilərsən, proqramçı ola bilərsən. Dünyada milyardlarla insan var, hər kəs eyni işdə məşğul deyil ki. Sən öz işini sevməlisən, istəməlisən. O işdən qidalanmalısan, o sənin ruhunda olmalıdır. O sənin cazibə qüvvən olmalıdır ki, sən ondan hərəkət edə biləsən yəni. Onun zaman siz uğurlu olacaqsınız. Hansı işi görməyinizdən asılı olmayaraq, hansı yerdə olmağınızdan asılı olmayaraq siz uğurlu olacaqsınız. Və cəsarətli olmaq lazımdır, cömərd olmağı bacarmaq lazımdır. Yəni, təşəkkür eləməyi bacarmaq lazımdır, öyrənməyə açıq olmaq lazımdır, xoşgönüllü olmağı bacarmaq lazımdır ki, bu kimi şeylər bizim həyatımızda bizi daha da çiçəkləndirsin. Heç birdən biri alınmayıb. Həqiqətən alınmayıb. Yəni, birinci işə başladığımız zamanlarda biz məsəl üçün keçid elədik. İlk dəfə ağıllı sistemlərini tətbiq edəndə, qeyb tanış olub gələndə hər şey əla gəlirdi. Beynimdə çoxlu yaxşı şeylər qurmuşdum ki, əla olacaq, qısa zamanda yaxşı satışlar edəcəm, yaxşı müştərilər əldə edəcəm, amma elə olmadı. Yəni. Demək olar ki, tam əksi oldu. Yəni. Demək olar ki, birinci, üçün müddətdə 1, 2, 3 dənə müştəri gəldi. Sən indi 3 dənə müştəridən komanda yetişdirməlisən, şirkəti saxlamalısan, brend yaratmalısan, marka formalaşdırmalısan. Hətta belə deyim də, yəni biz haradasa özümüzdə bir inanırdıq ki, bəlkə harasa bir bukletimizi qoysaq, oradan bir müştəri götürüb bizə zəng edir. Yəni. Bütün yolları denirdik satış eləmək üçün. Bu günlərim satış eləməyə bacaran adam müqəddəs adamdır. Zaten həyatda hər kəs satır. Biri təhsilini satır, biri əlinin əməyini satır, biri beyninin məhsulunu satır. Bu həyatda hər kəs satır, satmayan adam yoxdur. Yəni. İnsan başa düşsə ki, ümumiyyətlə bütün yaradılış satışdan ibarətdir. Yəni. Hər kəs bir-birinə nəyisə satır. Yəni. Amma birinci illərdə bizdə belə olmadı. Yəni, mən hiss elədim ki, bu işə yol qoymaq lazımdır, can qoymaq lazımdır, bu işə qol qoymaq lazımdır. Amma çıxdığımız ilk illərdə demək olar ki, elə olmadı. Çox böyük bir məyusluğa uğradıq. Yəni. Çünki mən düşünürdüm ki,